sözümüzü bildiririk. Bir daha çox sağ olun. Minnətdarıq ifanıza görə əziz tamaşaçılar və biz davam etmək istəyirik. Yəqin ki, bir musiqili təbrik də qonaqlarımızın könlüncə oldu, deyil mi? Və Rəşad, biz istərdik ki, söhbətimizi Yaqub müəllimlə davam etdirək. Çünki yüksək keyfiyyət dedikdə biz təbii ki, tək Bakı şəhərində deyil, eyni zamanda Azərbaycanımızın bölgələrində, kəndlərində də bu yüksək keyfiyyətə nail olmuşuq. İstərdik ki, elə bu nailiyyətlərdən də danışaq. Çünki yer gəlmişin qeyddə ki, ölkənin əksər bölgələrində bu günləri rəqəmsal texnologiyalar əsasında rabitə xidməti belə deyək, təqdim olunur. Eyni zamanda bununla da biz kifayətlənmirik. Təbii ki, internetdən istifadədən tutmuş digər bir bu cür yüksəkliklərdən və üstünlüklərdən biz yararlana bilirik, deyilmi? Bəli. Əvvəla mən təşəkkür edirəm ki, bizi bu stüdiya dəvət etmirlər. Və rabitəçilərin 6 dekabr peşə bayramlarına qədər bütün rabitəçiləri təbrik edirəm. Ona uzun ömrü can sağlığı dilərim. Çox doğru qeyd edildiniz. Astrokom Səhət Birliyi Şəhərarası Beynəlxalq Texnoloji Rabitəsi xidmət göstərən və yanaşı respublikamıza eyni zamanda bütün regiona rabitəsini təmin edir. Rabitə xidmət göstərir əhaliyə. Və bugün də əsas yüksək texnologiya dedikdə optikləşmə, yeni texnologiyanın tətbiqi bütün bölgələrə artıq onu demək istəyirəm ki, bütün regionlara optik kabellər artıq birlik tərəfindən tam çəkiliş başa çatdırılmışdır. Və əsas layihəmiz bütün bölgələrdə evlərə qədər, yəni hər bir rabitəçinin evinə qədər optikləşmə, yəni optiklərin çəkilməsi və bu yeni layihənin həyata keçirilməsi üzərində çalışırıq. Və demək olar ki, bu günləri elə bir məntəqə, elə bir bölgə yoxdur ki, elə bir yaşayış məntəqədə o da rabitə xidmət göstərilməsi. Bugünlər ölkə üzrə bir statistik rəqəm varmı ki, ölkə üzrə internet təmin olunma və elektronlaşma prosesi neçə faiz təşkil edir? Elektronlaşma faizi dedikdə biz artıq onu 2010-cu ildə həyata keçirmişik, başa çatdırmışıq. Artıq ona sağ olasın. Tamamilə bütün deməli regionun məntəqələrində elektron testlər istifadəyə verilmişdir. Və bugün də optik xidmətlər bütün deməli əsas mərkəzlərində çatdırılmışdır və kənd yaşayış məntəqələrində 85% artıq tam orada çatdırılıbdır və bizim cənab nazirin təşkil etdiyi, yəni təmin etdiyi bizi regionların inkişaflarla qədər optikləşmə bütün məntəqələrə çatdırılması Əbəsən deyilmir ki, bu ölkə üzrə inkişaf üzrə ikinci yerdədir və bizim burada qaliblərimiz var. Gəlin tanıyaq Kamilə. Bəli, tanıyaq hər birini. Rabitə ustaları artıq Novruz müəllim də qeyd etdiyi kimi medallara layiq görürlər, bu ada layiq görürlər. Tanıyaq sizi, buyurun. Soyadınız, adınız? Səlimova Şahnaz. Mən ən əvvəl bizim bayram münasibət bütün rabitəçiləri təbrik edirəm. Baş nazirimiz başda olmaqla təbrik edirəm ki, bizi həm də bu cür qiymətləndiriblər. Siz hansı sahədə qiymətləndirildiniz? Poçt xidmətlərinə görə bizi qiymətləndiriblər. Təşəkkürümüzü bildiririk. Və biz işlərimizdə uğurlar arzu edirik. Digər həmkarımızı tanıyaq. Məmmədova Sevinç, Azərpoçtun bir sayılı filialının mərkəzin əməliyyatçısı. Siz də poçt xidmətlərinə görə rabitə ustası adına layiq görürsünüz. Maraqlıdır, digər kolleqalarından nə kimi üstünlüklərinizə görə fərqləndiniz? Buyurun. Yəni bu bir yarış idi. Yarış və müsabiqə keçirilib, bəli. Hansı şərtlər vardı, hansı tələblər var idi? Həm teoretik suallar, həm praktiki suallar, yəni hər bir sahə üzrə nə əməliyyatlar ola bilərsə, işimiz barədə. Rəqabət çətin idimi? Çətindir, iştirakçı çox idi. Və çətinliyinə baxmayaraq ən peşəkar, yəni həm də işlərinə bələd olan, yüksək səviyyədə bələd olan peşəkarlar qiymətləndirilib bu adla. İstərdik digər bir rabitə ustasını da tanıyaq, buyurun. İlk öncə mən də 6 dekabr rabitə və informasiya texnologiyaları sahəsinin işçilərinin peşə bayram münasibəti ilə başda cənab nazirimiz Əli Abbasovu təbrik edirəm. Mən Əmirov Vüsal Sehranoğlu Bakı Telefon Rabitə və İstehsalat Birliyinin Nizami Telefon qovşağının xətt sahəsi üzrə bu yarışa qoşulmuşdum və fəxr edirəm ki, mən də bu qaliblərin arasındayım. Və digər bir qaliblərimizi də tanıyaq, buyurun. Aztelekom İstehsalat Birliyinin İsmailli
İsmail Telekommunikasiya Qovşağının Ha, siz Mis İsmail'dan Kabel gəlmişsiniz. Cəlaləsi. Nə gözəl. Mis Kabel Cəlaləsi İspatov Zavur. Bütün bölgələrimiz üzrə keçirilib bu yarış, beləmi? Bütün bölgələr üzrə yarışımız var. Bizə çox maraqlıdır. Bax, biz qeyd etdik bölgələr üzrə elektronlaşma prosesi, işin aparılması. Bir paytaxtdakı həmkarlarınızla bir söhbət edirsinizmi? Kimdə daha çətindir, orada mı yoxsa burada? İş hamısı çətin də olmağına, həm İş çətin deyiriksə bu çətin olmalıdır, deyil mi? Gəlin növbəti Amma bir peşəkarlıqdan danışırıqsa, onda necə? Buyurun. Aztelekom İstehsalat Birliği'nin Kaçma Telekomünikasya Qovşağı'nın xətt montörü Əşrəfov Anar. Aha. Və siz də təbii ki, bu müsabiqəyə Peşə bayramı qatıldınız. münasibətilə bütün rabitəçiləri təbrik edirəm. Onlara özündən bir ailə saadəti. Müsabiqəyə qatıldınız və qalib oldunuz. Sizdə necə bu rəqabət hissi, bu peşəkarlıq, bu işə, peşəyə olan sevgi? Neçə ildir çalışırsınız? Bəli. Mənə çox maraqlıdır. 6 ildir rabitə. 6 ildir bu sahədə çalışırsınız, Xaçmazda çalışırsınız. Bax, gözəl. Digər həmkarınızı tanıyaq, içinizdə oxudular. Aztelekom İstehsalat Birliği'nin kabel magistralları texniki qovşağı üzrə Bərdə Xidmət Qrupunun qaynaqçı operatoru İdrisov Elnur. Sizin işiniz Neçə necədir? ildir çalışır, Çətindir, neçə bəli. ildir çalışır və neçə ildir çalışırsınız? 6 il. 6 ildir. 6 ildir Amma sözü burada çalışırsınız. 15 illik bir təcrübəsi olan bir peşəkarlar da var, bəli. Peşəkarınız var. Ha, hətta 23 ildə bir iş 23 təcrübəsi ildir. olanlar var. Məncə bu Həqiqətən. illər əslində bax bu qalibiyyəti qazandırıb, bu zəhməti qazandırıb. Yeri gəlmişkən siz burada hər kəs təbrik etdi. Bizim burada olan rəssamımız da özünə məxsus tərzdə sizi təbrik etmək istəyib. Qum rəssamımızı təbrik edib, hətta görürük. artıq Bax, bəli, bayramınız tamaşaçı. mübarək. Və biz sizə təşəkkürümüzü bildiririk. Çox sağ olun. Bir daha bayramınız mübarək. İşlərinizdə uğurlar arzu edirik. Çünki bu iş qeyd etdiyimiz kimi bəlli bir illər, bəlli bir zəhmət və bəlli bir əzm tələbidir. Bu əzmdə, bu zəhmətdə sizdən əksik olmasın deyirik. Uğurlar arzu edirik və hər birinizə öz işinizdə və hər zamanda əhalimizə, Azərbaycanımıza, tamaşaçılarımıza yüksək keyfiyyət təqdim edəsiniz. Təşəkkür edirik və biz də elə bu səhər tamaşaçılarımıza yüksək keyfiyyətli bir musiqini təqdim edəcəyik. Xatirə Xalq Çalğı Alətləri Ansamblının ifasında.